Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rahmetullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Bəhsimiz Rəcəb ayının dualarının şərhi barəsində idi. Biz Ya mən ərcuhu li kulli xayr duasını şərh edirdik və gəlib bu hissəyə çatdıq. Ya mən yu'atil kəthira bil qalil. Burada çox önəmli və diqqət olunası məqamlar var. İnşallah ümid edirəm o məqamları siz əzizlərin xidmətinə layiqincə çatdıra biləcəyəm. Deməli, əslində bu duanın ikinci nidasıdır, çağırışıdır. Qeyd etdik ki, bu duada 4 dənə nida çağırış var. Əlbəttə, dua ümumilikdə 2 hissədən ibarətdir. Birinci hissədə 4 dənə çağırış və 3 dənə də hacət var və sonda hacəti niyə Allahdan istəyirik? Onun səbəbi də zikir olunub, inşallah qeyd edəcəyik. Gəlin bu hissəyə çatdıq. Qeyd etdiyimiz kimi, Ya mən yu'til kəthira bil qalil. Ey azın müqabilində çox əta edən. Burada bir çox məsələlər var, inşallah diqqətinizə çatdıracaq. Biz bilirik ki, Quran-ı Kərimin ayələrindən də istifadə olunur və ağıl da bunu deyir. Nə qədər bu barədə rəvayətlərimiz də var ki, yeganə ruzi verən varlıq Allah Təbarək və Teala'dır. Huvər-Rəzzaq, o Rəzzaqdır. Xayrur razıqin, ən gözəl ruzi verəndir. Və mə min dəbbətin fil ərzi illə aləllahi rizquhə. Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisi Allah Təbarək və Teala'nın öhdəsinə olmasın. Bu inanc bizdə olmalıdır. Və həqiqətən əgər bir nəfər şəxs, əkinçi, ya tacir hər hansı bir işi görürsə, müəyyən bir sərmayə qoyur ortaya qazanc üçün, ya gedir buğda əkir, arpa əkir, müəyyən məhsulları əkin yerində, bunları hamısı bir vasitə görməlidir. Müstəqil o ki, təsir edir, o ki, həqiqətən ruzini verir, Allah Təbarək və Teala'dır. Vaqiə surəsində bu özünü gözəl şəkildə göstərir. Necə ki, o ayələrdə biz oxuyuruq, yerdən o buğda dənələrini cüzərdən, çıxardan bizik, siz deyilsiniz. Bir çox ayələr də buna işarə edir. Lakin burada bir məsələyə toxunur. Deyir ki, bəli, ruzi verən bizik, sadəcə olaraq siz də bir əməl etməlisiniz, siz də bir iş görməlisiniz. Quran-ı Kərimin müxtəlif ayələrindən əldə olunur ki, Allah Təbarək və Teala'nın rəhmətini, mərhəmətini əldə etməyin yollarından biri də əməldir. Yaxşı işlər görməkdir. İnsan əməl eləməsə, bir çox şeylərdən məhrum olacaq və ruzidən də məhrum olacaq. İnsan fəaliyyət göstərməlidir. Öz ixtiyarı ilə Allah Təbarək və Teala təbii ki, ruzini verən odur. Amma bu o demək deyil ki, mən oturum evdə deyim ki, nə vaxt ruzi yetirsin Allah Təbarək və Teala, belə şey qəbul olunmur. Bunun dəqiq izahı da var, inşallah imkan olsa ona aydınlıq gətirərik. Baxın, Allah Təbarək və Teala Quran-ı Kərimdə bir ayədə buyurur, salih əməl barəsində, əhəmiyyəti barəsində buyurur, Əuzu billahi mineşşeytanirracim vəl-əsr. And olsun əsrə, innəl insənə ləfi xusr. İnsan ziyanın içindədir. Bunlar istisna olmaqla, kimlərdir onlar? İman gətirib və salih işlər görənlər və salih işlərin nümunələrini də deyir, haqqa tövsiyə edirlər və bir-birlərini səbrə çağırırlar. Yəni, biz bilməliyik ki, necə ki, dünya ruzisini əldə etmək istəyiriksə, yaxşı işlər görməliyik, salih işlər görməliyik. Həmçinin biz əgər istəyiriksə, ziyandan uzaq qalaq və Allahın sevimli bəndələrindən olaq, ömrümüzdən faydalı istifadə eləyək. Onun da yeganə yolu iman və salih əməldir. Salih əməllərin o qədər nümunələri var, çoxdur, olduqca çoxdur, bəziləri çox əhəmiyyətlidir. Yəni, bəziləri olduqca mühümdür. Deyək ki, namaz, bu da salih əməllərdəndir. Və bir çoxlu, deyək ki, insanlara xidmət etmək, bunlar da hamısı salih əməllərdir, nümunələri çoxdur. Sadəcə olaraq burada sual yaranır ki, az nədir və çox nədir? Ey azın müqabilində çox əta edən. Təbii ki, elə ilk zehinə gələn, siz əzizlərin də elə düşünürəm, zehninə bu gəldi. Az deyəndə, yəni bizim əməlimiz nəzərdə tutulur. Yəni, az əməlin müqabilində çox əta edən, yəni Allahın mərhəməti, lütfü, bəxşişi, bütün neymətləri olur Allahın deyək, çox əta etməyi. İnşallah işarə eləyəcək. Allah Təbarək və Teala'nın
bizə əta etdiyi nemətlər iki qrupa bölünür. Bəziləri qarşılıqlıdır, bəziləri qarşılıqlı deyil. Yəni biz əməl etmədən bizə verilib. Təbii ki, biz ki, burada deyirik qarşılıqlıdır, mənası bu deyil ki, eyni dərəcədədir. Yəni, mən bu əməli edirəm və Allah Təbarək və Teala'nın mənə əta etdiyi də elə bu əndazədədir, bu miqdardadır, xeyr. Yəni, buna uyğundur bu qədər. Lakin biz diqqətlə baxanda görürük ki, indi inşallah işarə eləyəcək ki, Allah Təbarək və Teala'nın ətası neçə qat üstündür. Həm kəmiyyət baxımından yüksəkdir, həm keyfiyyət baxımından müqayisə olunası deyil. Deməli, hətta o yerdədir ki, bizə Allah Təbarək və Teala müəyyən bir əməlin müqabilində əta eləyir, müəyyən bir neməti, mərhəməti bizə göstərir. O göstərdiyi mərhəmət də bizim əməlimizlə müqayisə olunası deyil. O qədər yüksəkdir Allahın bəxş etdiyi. Baxın, ayələri oxuyuram. Əvvəl buna işarə edim ki, nə üçün Allah Təbarək və Teala bizi dəvət eləyir, yəni əməlin nə qədər təsiri var. Daha sonra inşallah vaxt qalsa o dediyim məsələyə işarə eləyəcəm. Quran-ı Kərimdən istifadə olunur ki, insan bəzi nemətlərə əməllə sata bilər. Yəni, ikinci bəhsimiz bu idi də, Allahın rəhmətini cəlb etməyin yollarını bizə öyrədir bu dua. Birincisini oxuduq, ümid bəsləmək və indi isə buna toxunuruq, əməldir. Ayədə oxuyuruq, Quran-ı Kərimdə bu Səf surəsinin 10-12-ci ayələrindədir. Yə eyyuhəl-ləzīnə əmənu həl ədullukum alə ticarətin tuncikum min azəbin əlim. Sizə elə bir ticarətə yönəldimmi ki, o ticarət sizi şiddətli əzabdan qorusun. Nədir o ticarət? Tu'minunə billah. Allah'a iman gətirin. Yəni sizin bizə verəcəyiniz şeylər bu olmalıdır. İman, Allahın Rəsuluna iman gətirmək və Allah yolunda cihad etmək. Nə ilə? Bi əmvalikum və ənfusikum, öz canlarınızla, mallarınızla və canlarınızla. Zəlikum xeyrulləkum in kuntum ta'lamun. Yaxşı, bunu etsək bizə nə veriləcək? Yəni biz ticarət təsəvvür edin ki, Allah Təbarək və Teala burada müştəridir, alır. Biz də satanıq, bəi' deyərlər də satırıq. Allah bizdən nə alır? Bizdən aldığı şeylər iman gətirməkdir və həmçinin Allah yolunda cihad eləməkdir. Onun özünə və Rasuluna iman gətirmək, Allah yolunda cihadır. Yaxşı, bunun müqabilində bizə nə əta deyəcək Allah Təbarək və Teala? Yəğfiru ləkum zunubəkum. Bizə verəcəyi şey Allahın məğfirəti olacaq. Və yudxilikum cənnətin təcri min təhtihəl ənhər. Və altından sayılar axan bağlar bizə Allah Təbarək və Teala əta edəcək. Əgər və məsəkinə tayyibə və gözəl, pak məskənlər fi cənnət adin cənnətlərində, bağlarında. Zəlikəl fawzul azim. Bu, böyük bir uğurdur. Yəni, bu ayədən istifadə olunur. Əgər siz Allahın məğfirətini, rəhmətini və cənnətini qazanmaq istəyirsinizsə, bunun yolu iman və salih əməldir. İmanın nümunəsini deyir Allaha və onun Rəsuluna iman gətirmək, salih əməlində bir nümunəsini deyir cihad eləmək. Və cihad edəsiniz. Tucahidunə fi səbillə, öz mallarınızla və öz canlarınızla Allah yolunda cihad edəsiniz. Bu işləri görsəniz, Allah Təbarək və Teala sizə öz məğfirətini, öz lütfünü indirəcək. Digər ayədə oxuyaq, inşallah düşünürəm bu ayədən də vaxtımız bitir. İnnəllaha iştara, Allah Təbarək və Teala alıb minəl mümininə, müminlərdən ənfusəhum, onların nəfslərini və əmvələhum və onların mallarını nəyin müqabilində? Yəni Allah Təbarək və Teala müştəridir, alıcıdır və müminlərdən nəyi alıb? O mal ki var, əmtiədir, satılan şey, müminlərin malları və canları. Yaxşı, onun müqabilində nə verəcək onlara? Bi ənnə ləhumul cənnə. Onun müqabilində onlar üçün cənnət var. Yuqatilunə fi səbilillah, yəni əmələ işarə edir ki, onlar ki, Allah yolunda cihad edirlər, fəyəqtulun, öldürürlər və ölürlər. Va'dən aleyhi haqqa, bu onlara vəd verilmiş bir haqq, bir vəddir. Fit Tevrat, İncil və Quran. Sonra yenə də həmən salih əməllərə işarə edir. Və mən əvfə bi'ahdihi minəllah fəstəbşiru bi bəy'ikumulləzi bəyətum bih. Müjdə veririk sizin bu etdiyiniz alverə, alış-verişə. Yəni, gözəl bir alış-veriş etmişsiniz siz. Siz canınızı vermişsiniz Allah yolunda, malınızı vermişsiniz və Allah da
onun müqabilində sizə öz məğfirətini və cənnətini əta eləyir və yenə də deyir Allahın fovzu daha yüksəkdir. İnşallah bu hissə aydın oldu. Daha sonra o məsələyə yenə də toxunacağıq ki, o sual ki verdik, yenə də o sualı gələn növbəti dərsimizdə təkrar edərik. Ta o məsələ aydın olar Allahın izni ilə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.